Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. İmam Hüseyin Aleyhisselam'ın Kərbəla məktəbi haqqında mövzularımız, çıxışlarımız davam edir. Və istərdim ki, bugünkü mövzumuzu belə bir sualla başlayaq. Niyə İmam Hüseyin Aleyhisselam Aşura qiyamını öz vəzifəsi hesab etdi? İmam Hüseyin Aleyhisselam Məkkədən xaric olarkən, üzü Küfəyə tərəf yola düşərkən, bu yolda bir neçə yerdə qeyd edək ki, istirahət üçün dayanmışdı və dayandığı zaman onu da bildirmək lazımdır ki, İmam Hüseyin Aleyhisselamın karvanını təqib edən düşmən ordusu var idi. Və İmam Hüseyin Aleyhisselam bu məntəqələrdə düşmən ordusuna xütbələr və mövzələr oxuyurdu və deyirdi. Və İmam Hüseyin Aleyhisselam Beyza adlı bir yerə çatır və tarixdə bu yerlərə mənzil adı verilib. Yəni ki, İmam Hüseyin Aleyhisselam həmin məntəqələrdə, yerlərdə ki, dayanıb, oraların adını mənzil deyirlər və çıxışlar edirdi. İmam Hüseyin Aleyhisselam bu Müveyzə adlı bir məntəqədə istirahət üçün dayandıqda və onu da qeyd edək ki, İmam Hüseyin Aleyhisselam kərvanını təqib edən Hür İbni Yezid idi. Və onun başçılığı altında, yəni İmam Hüseyin Aleyhisselam kərvanı düşmən ordusu tərəfindən, yəni Yezid ordusu tərəfindən təqib edilirdi. Hür İbni Yezidin tərəfindən, onun başçılığı altında. İmam Hüseyin Aleyhisselam belə bir xitabla düşmən ordusuna müraciət edir və bildirir ki, ey insanlar, həqiqətən Allahın Rəsulu buyurmuşdur. Kim Allahın haramını halal edən, Allahın əhdini pozan, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin sünnəsinə qarşı çıxan, Allahın bəndələri ilə günah və ədavətlə davranan zalim bir hökümdarla üzləşsə, əməli və ya sözü ilə ona etiraz etməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalimi daxil etdiyi yerə, yəni cəhənnəmə daxil etsin. Yəni Allah-u Teala bir insan ki, İslam quruluşunda, İslam cəmiyyətində zülümlər baş verir, zülümlər həyata keçirilir zalim hakim tərəfindən və müsəlman insan bu məsələlərə, bu proseslərə sakit, laqeyd yanaşır və passivlik edir. Qiyamətdə də Allah-u Teala bu müsəlmanla o zalimi eyni cərgədə qərar verəcək. Yəni onunla bir sıraya, yəni zalimlə bir sıraya salacaq. Yəni bunu İmam Hüseyin Aleyhisselam Peyğəmbərin adından və Peyğəmbər tərəfindən bir kəlam olduğu qeyd edir. Sözünün əvvəlində bunu bildirir ki, Allahın Rəsulu buyurmuşdu. Yəni kim Allahın haramını halal edən, Allahın əhdini pozan, Peyğəmbər sünnəsinə qarşı çıxan, Allah bəndələri ilə günah və ədavətlə davranan zalim bir hökümdarla üzləşsə, əməli və ya sözü ilə ona etiraz etməsə, Allahın haqqıdır ki, bu şəxsi o zalimi daxil etdiyi yerə cəhənnəmə daxil etsin. Yəni bu İmam Hüseyin Aleyhisselam bu kəlamları, mübarək kəlamları düşmən ordusuna, Yezidin ordusuna xitab edərkən bildirir ki, bu Həzrəti Peyğəmbərin sözləridir. Peyğəmbərin müsəlmanlar üzərində qoyduğu bir vəzifədir. Yəni müsəlmanlar belə bir vəziyyətə düşəndə, üzləşəndə və görsələr ki, zalim bir hakim bunlara zülm edir, gerək onun qarşısında dayansınlar, sözləri və əməlləri ilə ona qarşı çıxsınlar. Və bu Həzrəti Peyğəmbərin təyin etdiyi bir vəzifədir. Təyin etdiyi vəzifədir müsəlmanlara. Bu məsələlər səbəb olur ki, İmam Hüseyin Aleyhisselam qiyam etsin. Və söhbətimizi başlamamışdan öncə belə bir sual səsləndirdik ki, niyə İmam Hüseyin Aleyhisselam Aşura qiyamını öz vəzifəsi hesab etdi? Buna görə öz vəzifəsi hesab etdi ki, Peyğəmbər belə bir vəzifə təyin edib müsəlmanlara. Sual oluna bilər ki, belə bir məsələlə müsəlmanlar üzləşdikdə vəzifə nədir? Vəzifə ondan ibarətdir ki, sözlə və əməllə vəziyyəti dəyişmək. Yəni, müsəlmanlar belə bir vəziyyətlə, zalim bir hakimlə üzləşdilər və cəmiyyətdə, İslam quruluşunda, İslam cəmiyyətində zalim bir hakimlə üzləşdilər. Müsəlmanların vəzifəsidir ki, sözlə və əməllə vəziyyəti dəyişsinlər. İnsan, müsəlman belə bir vəziyyəti gördükdə
və sözsüz ki, şərait münasib olsa, bu əməlin qarşısında qiyam etmək və addım atmaq vacibdir. Nəticəsindən asılı olmayaraq, nəticəsi nə olursa olsun, istər sağ qalsın, istər sağ qalmasın, istər utsun, yəni fiziki baxımdan müharibəni və yaxud da qiyamı utsun, istər udmasın. Yəni nəticəsindən asılı olmayaraq vəzifəni icra etməlidir. Yəni şərait münasib olmalıdır və qiyam etməlidir. Bu, Həzrət Peyğəmbərin müsəlmanlara təyin etdiyi vəzifədir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.